Bəzən zalım ölüm verməyir aman. Bahar gözlərində olur qar duman. Xəstəsi həyatdan köç edən zaman körpə uşaq kimi ağlayır həkim. Manafağa Səmədağa oğlu Feyzullayev 1953-cü ilin iyul ayının 25-də Səlyan rayonunun Arbatan kəndində anadan olub. Uşaqlıqdan həkim olmaq insanlara sağlamlıq bəxş etmə arzusu ilə yaşamışdır. 1972-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1978-ci ildə oranı bitirmişdir. Şeir yazmağa institut illərindən başlamışdır. Uzun illər şeirlərini gizli saxlamış, sonralar dostlarına, sələbə yoldaşlarına və yaxın adamlarına oxuyarmış. Şeirləri Fəryad, Ulu Türk, Qələbə, Aysberg və Həyat və Ana Kür qəzetlərində çap olunmuşdur. İlk kitabı 2012-ci ildə Yaxşı Söz Məlhəmdir adlı şeirlər kitabı işıq üzü görmüşdür. Manafağa doktor 1982-ci ildən 2020-ci ilə qədər Səlyan rayon mərkəzi xəstəxanasında çalışmışdır. Ailəlidir, 2 övladı, 3 nəvəsi var. Allah dəyərli doktorumuza can sağlığı versin.